Bir zamanlar Şuşanın Qırqqız yaylağı, Cıdır düzü, İsa bulağı həmvətənlərimizin ən sevimli istirahət göşəsi idi. İndi həmin oylaqlar yurttaşlarının xiffətini çəkir. Bəlkə də xarı bülbül həsrətindən çiçəkləmir daha. Xalqımıza Vaqif, Üzeyir, bülbül kimi dahilər bəxş edən bu torpağın övladları indi Respublikanın ayrı-ayrı bölgələrinə səpələnib. Bugün Gəncəbatar bölgəsində 100-dən artıq Şuşalı ailəsi yaşayır. Dünən Şuşanın işğalının 10 illiyi münasibəti ilə Müstəqil Gənclər Birliyi və İntelleklər Mərkəzi tərəfindən anma günü keçirildi. Dağlara baxsan, dağlara kövrəlsən, günəyə baxsan, günəyə kövrəlsən. Ha axtarırsan ki, Qarabağın bir işarısını bu Azərbaycan nəransı bir məmləkətində tapasan, o yerlərə oxşayan yerləri tapa bilmirsən. Bu iş adama ağır gəlir. Bu töhmətli, qaçqındır, köşkündür, adı altında yaşamaq çətindir, ağırdır. Mən inanıram ki, nə vaxtsa vaxt gələcək, Azərbaycan xalqı, bütün Türk dünyası bu ağır töhməti Azərbaycan xalqının üstündən o qaçqın köşkün adını nə vaxtsa götürəcəkdir. Mənim ürəyim xəstə düşübdür Şuşa dərdimi. Öz evimi, eşiyimi istəyirəm, ayrı heç nə deyə bilmərəm mən. Hər Şuşa adı gələndə mənim ürəyimin başı gönül. Şuşa dərdi ağır dərddir. Çəkilməzliyi isə ondadır ki, bugün adına Şuşalı deyilən kiçik yaşlı uşaqlar Şuşanın havasından, suyundan, torpağının səmtindən belə bixəbərdir. Şuşalı. Görmüsən sən Şuşanı? Xeyr, mən Şuşadan səndə 4 yaşım vardı, yadına gəlməyim. Mən onu həmişə yuxularımda görürdüm. Mənim arzum odur ki, mən böyüyəndə Şuşanı ermənilərdən azad edim. Ermənilər bu 10 ildə Şuşada əsaslı tikiliş aparmağa ehtiyat ediblər. Onlar özləri də yaxşı bilirlər ki, Şuşanın əsl sahibləri öz torpaqlarının qisasını almaq üçün mütləq qayıdacaqlar. Bu balaca qəhrəmanlar bizə həmin günləri göstərəcəklərinə söz verir. Xalidə Babayeva, Rövşən Əmrəslanoğlu, Xəbər Plus.